Salam, hər birinizi xoş gördük. Ümid eləyirəm ki, hər şey qaydasındadır. Salam müəllimə, bəli, sizi dinləyirik. Aha, çox gözəl. Ekran görünür. Bəli, görünürsüz müəllimə. Aha, yazılar da görünür də yəqin ki. Bəli, böyütsək daha da yaxşı görünəcək, görünür. İndi yaxşıdır. Yaxşıdır müəllimə. Aha, mən ən son böyüklükdə böyütdüm. Bir dəqiqə. Aha, Samirə xanım, əleykum salam, xoş gördük sizi. Deyəsən siz ilk dəfə qoşulursunuz bizim təlimimizə. Aha, yəqin ki, aça biləcək yerdə deyilsiz. Ona görə mən bir qısa özət verim. Biz keçən dəfə markanın təməl suallarını keçdik, 8-ci dərs. İkinci bölmə, 3-cü dərs, yəni sıra ilə, ardıcıllıqla desəm, 9-cu dərs eləyir. Nə idi suallarımız, dərsimiz nədən ibarət idi? Markanın təməl sualları. Əslində 9-cu dərsdir. Sadəcə mən arada bir dəfə təkrar etdiyim üçün, başqa mövzudan danışdığım üçün 8-ci dərs hesabı ilə gedir, yəni belə deyim. Dərsimiz nədir? Markanın təməl suallarıdır. Yəni ki, markanı yaradan zaman hansı suallardan istifadə edirik və biz təlimdə keçən zaman təlimdə hansı suallardan istifadə edirik. Qısa bu dərsə qədər, birinci dərsdən bu dərsə qədər, bölmə 1-dən, fəsil 1-dən, fəsil 2-yə qədər ki, bu dərsimizə qədər, 8-ci dərsə qədər hansı suallar dərs içində istifadə elədik və yaxud planlarımızı quranda hansı suallardan istifadə edirik, o suallar nə işimizə yarayır və yaxud bizə mi sual verirlər, biz mi onlara sual veririk. Mən bunu böyüdüm, daha yaxşı görünsün. Bir dəqiqə. Aha. Böyüdü. Yəqin ki, biraz daha böyüyər. Aha. Haydi başa qayıtdı. Bir dəqiqə. Aha. Sualları keçmişdik ki, nə idi suallarımız? Mən kiməm və nəyi təmsil edirəm? Markanızı açan zaman siz bu suallara fikir verməlisiniz. Məsəl üçün, ilk onu tapmalısınız ki, siz kimsiniz, nəyə xidmət eləyəcəksiniz, nəyi və niyə təmsil edirsiniz? Yəni ki, sizin açacağınız biznes nə ilə bağlıdır? Psixolojidirmi, coachinglikdirmi, motivasiyadır ondan sonra satışdırmı, yoxsa dizayn işlərdirmi, yoxsa süni intellektdirmi, yoxsa insan resursları mütəxəssisi olaraq siz kiməsə işlə bağlı məlumatlarmı verirsiniz? Yəni onlarla bağlı siz özünüzü və açacağınız bir o biznesi, brendinizi bilməlisiniz ki, əvvəldən nədir, nəyə xidmət eləyəcəksiniz və siz nədən ibarət olacaqsınız. Yəni artıq siz marka açdıqdan sonra, biznes qrup, brend yaratdıqdan sonra artıq siz şəxsi fərd olaraq düşünməyəcəksiniz. Yəni ki, siz öz kimliyinizi qoyacaqsınız qırağa. Məsəl üçün, insanlar belə fikirləşir ki, hə, bugün yoruldum, işə getməyim və yaxud da təlimçilərin bir çoxun görmüşəm, təlim keçən zaman deyir, mənim işlərim bugün çox oldu, hazırlaşa bilmədim təlimə, ona görə biraz zəif olacaq. Yəni, düzdür, hər kəsin özündə problemi var, bəzi məsələləri var, məşğul olduğu daha birinci məsələlər var, amma əgər bu əyani işə çevrilibsə, artıq biznesə çevrilibsə, onlaynda demək olar. Çünki onlayını hər kəs evdən edir deyə, yəni hər kəs bir-birinə dəstək və kömək olur, amma artıq əyani, yəni ənənəvi qaydada iş görülürsə, artıq bir yerə gedib gəlinirsə, bir obyekt nəzərdə tutulubsa və orada siz artıq müdür yox, bir işçi kimi işləyirsinizsə, yəni hələ müdür səviyyəsinə çatmayıb, menecer kimi işləyirsinizsə, artıq siz
fərdi olaraq şəxsi məsələlərinizi o həmin qapıdan obyektin, o hansı biznesdirsə, onun qapısının ağzında qoymalısınız. Çünki artıq onları içəri daşıdıqda artıq necə deyim, effektiv olmayacaq. Yəni siz həm özünüz yorulacaqsınız, həm sizlə bərabər işləyənlər yorulacaq. Həm müdiriyyət yorulacaq, həm siz yorulacaqsınız, həm də sizin yanınızda, köməyinizdə olan işçilər yorulacaq. Belə deyim, siz özünüzü tapmalısınız. Birinci, ondan sonra nəyi təmsil etdiyinizi tapmalısınız. Qısa özət verəcəm. Ondan sonra sizin əsas güclü və zəif tərəfləriniz nədir? Onu tapacaqsınız. Zaten bütöv formatını YouTube platformasında yerləşdirmişəm. Oradan ətraflı izahlara baxa bilərsiniz. Mən sadəcə qısa özət verəcəm indi. Sizin ondan sonra güclü və zəif tərəflərinizi tapacaqsınız. Məsələn, ilk işə girən zaman insan resursları, yəni HR-ın, belə deyim, mütəxəssisin soruşduğu bir sual var. Stresə davamlısınızmı? Və stres anında nə edəcəksiniz? Nə edirsiniz? Edərsiniz, edirsiniz və etmisiniz. Bu sualları siz də özünüzə bir HR olaraq, bir insan resursları mütəxəssisi olaraq özünüzə sual verərək bu sualı, güclü tərəfiniz nədir? Sualını verərək orada bir dəftərdə, plan dəftərinizdə, mən yenə də vurğulamaq istəyirəm, hər dəfə vurğuluyuram. Siz dəftər götürərək, bir bloknotmu, dəftərmi, amma nə tutacaqsınızsa onu tutaraq, xətli dəftər olmağı daha yaxşıdır. Onu tutaraq siz orada mütləq günbəgün qeydlər aparmalısınız. Yəni, həm psixoloji olaraq, həm motivasiya baxımından, həm işiniz baxımından, həm fiziki baxımdan, həm daxili baxımdan, xarici baxımdan, yəni hər tərəfli siz bütün işləri paralel aparmalısınız. Məsəl üçün, necə deyim, evdə ev xanımları həm yemək bişirir, həm paltar yuyur, həm uşağa baxır, həm paltar ütülüyür, həm təmizlik, serial vaxtı gələndə seriala baxma, yəni 4-5 qoldan hər bir şeyə çata bildikləri kimi siz də onu nümunə götürərək, misal kimi istifadə edərək onu ağlınızda saxlamalısınız ki, mən həm öz psixologiyamı idarə etməliyəm ki, stresə davamlıyam, stresə nə cürə davamlı olmalıyam, həm özümə motivasiya verməliyəm, həm özümü sakitləşdirməliyəm, həm necə deyim, həm gündəlik hər gün eyni saatda paylaşmalıyam, həm Türkiyə demiş, kalitəli paylaşımlar etməliyim, yəni keyfiyyətli olmalıdır mənim paylaşımlarım. Sadəcə səhifəni doldurmaq məqsədilə yox, effektiv bir keyfiyyətli geri dönüşüm olan paylaşımlar etməlisiniz və güclü və zəif tərəflərinizi yazdıqdan sonra özünüz, şəxsən özünüz bunu artıq əzbərləməlisiniz və əzbərləyib zəif tərəflərinizin üstündə çalışmalısınız. İnsanlar bəzən deyirlər, zəif tərəfin üstündə işlənməlidir, bəzən deyirlər, güclünü daha gücləndirilməlidir. Xeyr, güclünü gücləndirmək üçün zəif tərəfinizdən başlamalısınız ki, zəif tərəfini yox eləyib kənarlaşdırandan sonra güclü tərəfi daha gücləndirmək yəni daha effektiv olur. Yəni, məsəl üçün, stresə davamlı deyilsiniz, amma motivasiyanız var. O artıq motivasiyanızın olmağı heç bir şey yaramayacaq, çünki stresə davamlı deyilsiniz. Və yaxud da stresə davamlısınız, 100 nəfərdə eyni anda bir problem çıxartsa, 100 nəfərin də problemi olsa, hamısına tək-tək bölünə bilirsiniz, amma motivasiyanız yoxdur. Yəni, onu davam elətdirəcək gücünüz yoxdur. Ona görə birinci balans üçün birini etməlisiniz, ondan sonra birini etməlisiniz ki, yəni tarazlıq olsun. Ondan sonra insanlar sizi hansı cəhətinizə görə tanımalıdır. Yəni, məsəl üçün, həm keyfiyyət, həm kəmiyyət baxımından. Yəni, sizin həm biznesinizin hansı sahə üzrə olacaq, həm siz kimsiniz, siz nə işlə məşğul olacaqsınız orada və sizin hansı cəhətləriniz var. Yəni, müəllimdirsə, orada kurs açdıqda və yaxud hazırlıq keçdikdə yazır ki, mənim adım bu, soyadım bu, ixtisasım bu, filan qədər il işləmişəm, nə bilim, uşaqlarımdan 100 nəfərdən ya da 200 nəfərdən 98-i, 198-i qəbul olub, yüksək balla qəbul olub və yaxud da
100'ü yüksək baldan yığıb 50'si orta baldan, 50'si zəif baldan universitetə girib, amma hər biri qazanıb belə bir siyahı tərtib edərək statistik bilgiləri orada qeyd etməlisiniz ki, insanlar da seçim edəndə bilsinlər ki, sizin hansı cəhətinizə görə seçim edəcəklər. Ondan sonra siz kimin həyatına necə dəyər qatmaq istəyirsiniz? Məsəl üçün, mən bir təlimçi olaraq, bir psixoloq olaraq insanların həyatını həm şəxsi mənada, həm koçluq mənasında dəyişmək istəyirəm, həm psixoloji olaraq şuuraltılarında bir effekt yaratmaq istəyirəm. Yəni, şuuraltı olaraq insanlara faydalı məlumatlar ötürmək istəyirəm ki, yəni şuuraltıları insanın şuuraltısı dəyişdikdə özü də dəyişir və etdiyi işlərdə daha keyfiyyətli olur. Və bu təlimləri keçməkdə də istəyirəm ki, insanlar necə deyim, ən rahat yoldan, hazırından belə məlumatları əldə etsinlər. Yəni, yeni şeylər öyrənsinlər. Və ondan sonra cavabları dəqiq bildikdə marka strategiyası daha möhkəm olur. Yəni, insan birinci özünü tanımalıdır ki, özünü tanıdıqdan sonra artıq qarşı tərəfə də siz nəyi tanıdacağınızı bilməlisiniz. Məsəl üçün, mən keçən dəfə misal çəkdim, keçən dərsə qoşulanlar bilir, keçən dərsi izləyənlər bilir. Mən məsəl üçün, əvvəl kursu açanda heç bir məlumatım yox idi. Sadəcə bilirdim ki, mən təlim keçmək istəyirəm, mən bildiyim bilikləri qarşı tərəfə öyrətmək istəyirəm, amma mən nə o hələ keçmiş zamandan deyirəm, ilk başlayan vaxt hələ nə təlimçiliyi bitirməmişdim, nə psixoloji kurslara qoşulmamışdım, nə APA-nın üzvü deyildim. Yəni, o vaxtda hələ heç bir planım yox idi. Sadəcə bir düşüncəm var idi ki, mən insanlara hasant yoldan bilgilər öyrədəcəm. Bir tək bu mənim planımda vardı, bu sütunum var idi, amma heç bir nə gediş yolum yox idi, nə məlumatlarım yox idi. Və də ki, necə deyim, həmin sahənin insanları da biraz o biri insanlara məlumat verməyə biraz, necə deyim, etmədikləri üçün, məlumatlandırmadıkları üçün, yəni hər kəs fərdi olaraq özü bir şeylər yaratmağa çalışır. Mən də dəstək kimi kursları olanlardan dəstək kimi görmədiyimdən sıfırdan özüm araşdırmalar etdim, kurslara qoşuldum, təlimlərə qoşuldum, APA-nın üzvü oldum, sonra Azərbaycanda senuru bitirdim psixologiyadan. Yəni, yavaş-yavaş həm kurs proqramını öyrəndim, həm təlimləri öyrəndim, həm təlimçiliyi öyrəndim. Yəni ki, məlumat çoxdur, sadəcə necə keçilə biləcək yolu, yəni bu 45 dəqiqəyə, bu 1 saata necə yerləşdirilə biləcəyini artıq mən təlimlər vasitəsilə dəmir yoluna, yəni qatar yoluna salmağa çalışdım və ümid edirəm ki, onu düz bir xəttin içinə sığdıra bilmişəm. Aha, bu özətimizi keçdik. İndi vaxtımız daha azaldığı üçün mən sürətli formada keçirəm markanın elementlərinə. Element deyəndə, yəni ki, element dedikdə hər şey nəzərdə tutulur. Yəni, bir tək əldə görülən fiqurlar deyil. Yəni, fiqur hər şey aiddir. İstəyir, burada da qeyd etmişəm, marka müxtəlif elementlərin birləşməsindən ibarətdir. Yəni, element deyəndə ad, logo daxildir, rənglər daxildir, ondan sonra səs tonunuz daxildir, şüarınız daxildir, dəyərləriniz daxildir. Yəni, bu 5 element birləşib bir marka yaradır. Və bu 5 şeyi birləşdirməkdən ötürü siz birinci səthi olaraq marka təlimini bitirib, ondan sonra həm psixoloji təlimə, burada indi izah eləyəcəm, rənglər üçün, rəngi öyrənmək üçün, rənglər və dizayn. Burada da qeyd etmişəm, rənglər insan psixologiyasına təsir edir. Yəni ki, şuur altı olaraq insanlara yaxşı təsir, müsbət təsir verib və həqiqətən güvənilir olduğunuzu onlara göstərmək üçün siz psixologiyanı öyrənməlisiniz. İlk növbədə, ikinci növbədə daha doğrusu, birinci növbədə
ad və loqonu bilməlisiniz. O da markalaşmaqdan ibarətdir. Yəni ilk markalaşmanı öyrənməlisiniz, sonra psixologiyanı öyrənməlisiniz. Ondan sonra səs tonu, yəni bədən dili, üçüncü. Bir dəqiqə. Aha, üçüncü. Səs tonu bədən dilinə aiddir. Mesaj və şüur şəxsi inkişafa aiddir. Yəni şəxsi inkişaf. Siz nə qədər şəxsi inkişaf barəsində bir dəqiqə. Yəni bu daha çox coachingliyə aiddir. Koçlar daha yaxşı bilər. Yəni şəxsi yönümdən inkişaf etsəniz, cümləni daha düzgün şəkildə ifadə edeyim. Şəxsi yönümdən nə qədər inkişaf etsəniz, siz insanlara ötürəcəyiniz mesajı daha yaxşı biləcəksiniz. Biri var adi yazı, bioqrafiyada, yəni biri var adi onu yazanda artıq içdən gəlmədiyi üçün, robotik olduğu üçün, yapay zəka ilə demirəm. Yəni özünüzdən yaza bilərsiniz, amma şablon mesajlar, şablon bioları yazdığınız üçün insanları geri çəkim etməyəcək. Amma şüar olaraq qeyd etsəniz, şəxsən inkişaf etdikdən sonra, öz yolunuzu tapdıqdan sonra, sizin hansı mesajı, hansı dəyəri, məlumatı ötürmək istədiyinizi tapdıqdan sonra artıq düzgün şəkildə sizə lazım olan məlumatı ötürəcəksiniz. Yəni mən bunu belə izah edeyim. Sizə nə lazımdırsa, sizə hansı sahədə boşluq lazımdırsa, məsəl üçün mən psixologiya baxımından Azərbaycanda belə deyim, çox kurs görmədiyim üçün, yəni hər kəs o kursları axtarır, hər kəs axtarış içində idi deyə mən ona görə psixologiya kursunu seçdim və ona, daha doğrusu psixologlar var, çoxdur, həddindən artıq çoxdur, təlimçi, koçlar var, natiqlər var. Ondan sonra təlimçilər var, hər bir sahə üzrə boldu, amma həmin sahənin təlimini keçən HR-lar, yəni insan resursları həddindən artıq çoxdur, amma həmin sahənin təlimini keçən insanlar yoxdur, azdır deyə, olanlar da ya ancaq əyan eləyir, ya ödəniş məsələsində insanlar razılaşa bilmir. Yəni onun üçün ən standart qaydada standart deməyək, stabil qaydada ortalamanı tutturmağa çalışacağam. Çalışacağam, yəni belə. Bir də SMM-lər xeylidir deyə, onlar var, amma iş kimi, mütəxəssis kimi var, təlimçisi kimi yoxdur, təlimin keçənin yoxdur deyə mən ondan qısa bölüm öyrənərək sizə sadəcə və sadəcə marka yaratmaq hissəsini keçəcəm və bundan sonra yəni siz özünüz üçün hansı sahə üzrə boşluq görürsünüzsə və sizə hansı sahə üzrə lazımdırsa, siz axtaran zaman hansı sahə üzrə məlumat tapa bilmirsinizsə və bir şey əldə edə bilmirsinizsə, ya mənəvi, ya nə bilim psixoloji, düşüncə və yaxud əşya olaraq əldə edə bilmirsinizsə, o həmin sahə üzrə bilgilər əldə edib həmin sahə üzrə hazırlaşmağa başlayın və ixtisas seçən zamanda onu edin ki, yəni siz hardan özünüzdə boşluq görürsünüzsə, o sahə üzrə yönəlin. Aha, ondan sonra məsəl üçün burada qısa mesaj yazmışam, qısa və aydın sadəlik gözəllikdir. Bu yəni bütün sahələrə aiddir. Məsəl üçün salon gözəllik mərkəzləri ilə məşğul olanlar da bu mesajı götürüb yaza bilər. Şüarı şablon kimi oluna bilər. Ondan sonra coachinglə məşğul olanlar da, təlimçilər də, natiqlər də, bədən dili mütəxəssisləri də, HR-lar onun üçün götürüb istifadə edə bilər ki, yəni iş görüşmələrinə gələndə sadə geyinmək, yəni kostyum geyinib gəlmək gözəllikdir. Həm psixoloji baxımdan insan nə dərəcədə psixologiyası güclü olduğundan, yəni iradəsi sağlam olduğunu göstərməkdir. Yəni gəldiyi mühitin məlumatlısıdır.
kimi göstərir bu sadəlik gözəllikdir sloqanı. Və sizin də nə dərəcədə şit geyimlər, şit məlumatlar paylaşmayıb, sadəlikdən amma dərin məlumatlar paylaşıb, dərinliklə o həmin biznesin alt qatları ilə insana təsir edəcəyinizi göstərən bir mesajdır. Amma yenə də deyirəm, bu artıq şablonlaşmış bir şeydir. Siz buna əlavələr eləyərək, siz bunu dəyişərək, öz cümləniz formasına salaraq özünüzünküləşdirə bilərsiniz ki, insanlar daha çox geri dönüş etsinlər. Ondan sonra dəyərlər və missiya markanı dayanıqlı edən əsas sütundur. Yəni, məsəl üçün, bayaq dediyim kimi, dəyərlər və missiya nə deməkdir? Yəni, siz nə üçün bunu yaradırsınız? Sizin dəyərləriniz nədir? Sizin missiyanız nədir? Əsas hədəfiniz nədir? Mənim hədəfimi bayaq izah etdim. Təlimçilik üçün bu mövzular, bəzi sahələr üzrə təlimlərin az olduğunu və yetəri qədər səviyyədə olmadığını gördükdə Azərbaycanda 10 milyon əhali var. Onun da 5-6, bəlkə 10 təlimçi olduğundan, yəni mən tanıdığım olduğu və hər kəsə hər kəs bütün sahələri biləcək deyə bir məlumat yoxdur deyə, yəni bir şərt yoxdur deyə, hər kəs özünə rahat sahəni seçib onun təlimçiliyini edir və hər kəs eyni sahə üzrə təlimçilik edir. Yəni, məsəl üçün, bu marka yaratmaq təlimini mən indiyə qədər heç bir nə YouTube platformasında görməmişdim, nə ilk mən qoşulduğum kursdan, onlayn kursda idi, bitdi. Yəni, ilk və son dəfə onlarda idi. Yəni, ayrı bir yerdə mən düşünürəm. Mən də heç yerdə rast gəlməmişdim. İlk olaraq sizdə rast gəlmişəm buna və çox da dəyər verirəm, bəyənirəm. Həqiqətən çox da yaxşı, savadlı şəkildə bu kursu icra edirsiniz. Amma bu kursa, sizin başladığınız bu kursa ilk dəfə idi ki, rast gəlmişəm. Heç yerdə rast gəlməmişdim. Yəni, çox kurslardan maraqlanıram mən. Maraqlandığım üçün bilirəm ki, mən bu kursa rast gəlməmişim ilk dəfə sizdə. Bəli, çox sağ olun Təxminə xanım, gözəl sözləriniz üçün və diqqətiniz üçün. Diqqətiniz və gözəl sözləriniz üçün çox təşəkkür eləyirəm. Bəli, bir də 2 kurs da var idi. Biri SMM-in içində bir qol olaraq sadəcə səthi bir formada özət kimi keçildi. Yəni, bu da var. SMM-in bir hissəsi bu da var. Bir də yalnız bu sahə üzrə var idi. Amma deyəsən tam layihə tutmadımı, yoxsa reallaşdıra bilmədilərmi bilmirəm. O kursun da artıq adını itirdim deyə, yəni necə deyim, artıq o kursdan bir əlaqəm yoxdur deyə maraqlanıb soruşa bilmədim. Yəni orada daha geniş, daha necə deyim, geniş deyəndə geniş yox, daha qısa keçəcəkdilər. Əyani forması uzun olacaqdı, səhv etmirəmsə 6 ay qədər idi, amma qısa forması 1 ay, 2 ay belə olacaqdı. Amma deyəsən o tutmadı. Tam dəqiq məlumatım yoxdur, amma davamını görmədim. Və belə deyim, SMM-lər də daha çox bu dəqiqə SMM olaraq Instagramın idarəsi, Instagram üzərindən idarəçiliklə məşğuldular deyə, yəni bu sıfırdan biznes qurmaq barədə qısa bir izah verim, yəni yolunu göstərim. Hərfləri öyrənmədən məktəbdə oxuyan zaman ilk ibtidai sinifdə nə keçirik? Hərflər A, B, C, Ç, D, Y, 32 hərfi keçirik. Hərfi keçməmiş biz necə feili sifəti zərfi keçə bilərik? O birinci hərf bilinməlidir ki, sonra onun icrasına keçək. Məsəl üçün hecaları bilməyən uşaq vurğuya keçə bilməz. Yəni o standart olaraq, yəni düzgün gəlmir. Ardıcılıq olaraq düzgün gəlmir. Bu sosial media menecerinin, yəni marketinqinin, onu həyata keçirən menecerlərin etdiyi, belə deyim,
yanlış deməzdim, amma xətalardan biri deyim. O düzgün yolu izah etməməkdir. Sadəcə insanlar onlara tapşırır ki, bu səhifəni idarə et və yaxud da nə bilim bu paylaşımı nəzarət et, gəl filan obyekti çək filan. Amma onun ilk yolu olaraq bu biznesin necə qurulacağını və yaxud da SMM təlimlərini götürək. Mən hər birinə aid eləmirəm, bəzilərini yəni nəzərdə tuturam. Yəni burada fərdi bir şey nəzərdə tutum, fərdi şəxsdən bəhs getmir. Yəni mən ümumi olaraq deyirəm ki, onlar insanlara təlim keçən zaman ən əsas da o biznes sahəsi ilə və ikinci qrup ixtisasları ilə məşğul olan insanlar. Onlar məsəl üçün turizmdir, sonra psixologlardır, müəllimlərdir. Onlar psixoloq, müəllim 3-cü qrupa aiddir, amma əsas 2-ci qrup. Sonra bank işi ilə məşğul olanlar, bir obyekt açanlar, onlara ilk açmaq istəyənlərə birbaşa SMM təlimi keçilir. Amma bunun bir psixoloji olaraq hazırlanmalıdır, sual-cavab olunmalıdır ki, bu sahə üzrə nə qədər dayanıqlıdır, dözümlüdür, bu sahədən bu nə istəyir və yaxud o sahə bundan nə istəyir. Universitetdə ilk bir il psixoloji olaraq hazırlıq mərhələsi gedir ki, universitet məndən nə istəyir, mən universitetdən nə istəyirəm, bizim ortaq nöqtəmiz nədir, hansı dərslərdə daha yaxşıyam. 3-cü, 4-cü kurslarından artıq ixtisaslara ayrılır. Yəni 1-ci, 2-ci kurs məcburi bütün dərslərə girilir, neçə dərs keçilirsə hər birdə. Universitetdə bütün qruplar birləşdirilib eyni. Məsəl üçün tarixdir, riyaziyyatdır, hər birinə girilir. Yəni 2-ci qrupda girə bilər, 3-cü qrup eyni girilib eyni auditoriyada oturur. Amma artıq 3-cü, 4-cü kursdan yalnız və yalnız hər kəs öz ixtisası üzrə oturur. Yəni artıq o onun fənninə gedib girmiş. İndi burada da birinci onun nə istədiyin, ondan nə istədiyin. Bəziləri biznesi açan zaman, brendi, markanı yaradan zaman marka yaratmadan birbaşa biznes sahəsi açıb gəlir əldə etmək istəyirlər. Yəni mən bir şey açım, bir obyektə ödəniş yatırım, pul yatırım, aylıq icarəsini verim və orada biraz mal qoyum, yəni mal deyəndə həmin o istəyir satışla bağlı əşya olsun, istəyir parta olsun, təlim keçsin. Yəni buradan çarx fırlansın, mənə ödəniş gəlsin düşüncəsi ilə yanaşırlar və o artıq duyğusuz, ruhsuz bir robotik bir alım-satım işləmi gedir. Məlumatlandırma yox, sadəcə alım-satım. O da həm insan özü yorulur, ondan sonra biraz müddət keçdikdən sonra o müdiriyyət artıq yorulmağa başlayır. Həm də ki, işçilər artıq oradan gəlməkdən sıxılır və onun qarşılığında sadəcə işlədiklərinin ödənişini aldıqları üçün bizim təlimimiz bitir. Yəni işlədiklərinin ödənişini alırlar, amma yorğun olurlar, amma da fikirləşirlər ki, yəqin iş yordu. Xeyr, işdəki o çətinlik, o necə deyim, o strategiyasız, yəni plansızlıq yorur. Birinci müdiriyyətin planı olmalıdır, ondan sonra artıq o obyekti açmalıdır. Yəni SMM-lərin etdiyi ən böyük yanlışlardan biri də deyərdim, plansız, proqramsız elə birbaşa SMM təliminə girişləridir. Və siz təlimdə nə öyrəndiniz? Öyrəndiniz ki, bu elementlər bir-birini tamamlamalı və ardıcıl olmalıdır. Onu deməyi unutdum. Məsəl üçün sizin adınız və loqonuz var. Bunu tapdınız. Mənim ilk dərslərdə izah elədiyim kimi mən Ener Akademini açdım. Yəni düşüncəmdə açmışdım, artıq reallaşdırmışdım. Amma necə edəcəyim, yəni onu açdıqdan sonra nə rəng bilmirdim, nəyə qoyum, nə dizayn bilmirdim, nə edim. Sadə və qısa, yadda qalan Ener Akademi hər kəsin yadında qalır. Ondan sonra Anka, tutalım Anka Tədris Mərkəzi, məsəl üçün.
Onu etdikdən sonra qısa yadda qalan, yəni Anka dedikdə, hər kəs bu adı gördükdə şüuraltı olaraq beyinlərinə yazılır ki, hə, buranın adı Ankadır. Artıq hər hansısa bir yerdə Anka adı keçdikdə sizin o obyektiniz, sizin o məşğul olacağınız sahə ağıllarına gəlir. Yəni tez-tez xatırlanır. Və Ankan qoşunun yəqin ki, rəngi qızılı olacağı üçün, Təxminə xanım, yəqin ki, qızılı, qırmızı, sarı bir rəngi olacağı üçün hər kəs o rəngi gördükdə, ya qızıl alış-verişinə getdikdə, qızılı gördükdə, rozqot deyirlər, onu gördükdə sizin o Anka yadlarına düşəcək, ya nə bilim, bir televiziyada İnşallah mənim ən böyük arzumdur ki, inşallah Anka bütün Azərbaycanda, hətta Azərbaycandan da başqa dünyada belə tanınmağa başlasın. Özüm onu arzu edirəm. Bəli, inşallah mən də onu arzulayıram. Çünki artıq siz bunu planlamısınızsa və bunu siz edə bilərsiniz, o potensial sizdə var. Çünki artıq siz hər bir şeyi etmişsiniz, sadəcə ilk addım atmaqdan çəkinməyin. Qoy birinci paylaşımınız səliqəsiz olsun. Qoy birinci paylaşıma 3 nəfər baxsın. Yəni Allah eləməsin, o mənada demirəm. Hər şey yerində olsun. Amma eyb yox, birinci paylaşım takipçiniz 20 nəfər olsun. 20 nəfərin özü də ilk dəfədən çox böyük bir şeydir. Əgər tanışsız, yəni qohum əqrabasız 20 nəfər olarsa çox böyük bir, yəni müsbət bir haldır ki, sizin ilk etdiyiniz bir şeyə 20 nəfər bir izləyici toplayırsınız. Mən yeni nömrə ilə və yeni səhifə ilə başlamaq istəyirəm. Daha doğrusu qohumlar filansız istəyirəm. Çünki qohumlar filan olanda o elə ki özümü aldatmaq kimi olur. Bəli. Elə bilirəm ki, sizi başa sala bilirəm. Bəli, mən də başıma gəlir. Hə, onu istəmirəm qohum filan. Belə də özümü aldatmayım. Bu yad insanlar olsunlar. Mən nə qədər inkişaf etdiyimi özüm də başa düşə bilim. Ona görə yeni nömrə, yeni səhifə ilə adda Anka olacaq. Özüm də orada çox görsənmək istəmirəm. Ən çox işlər görüşməyini sizə demişdim də. Aha, bəli. Onları istəyirəm. Belə. Bəli, məsələn. Dərslərimiz qutarsın. Nədə də çətinlik çəksəm, sizdən kömək istəyəcəm. Bəli, əlbəttə mən həmişə buradayam. Siz nə vaxt istəsəniz yazıb soruşarsınız. Bir də planınızı bu Anka ilə bağlı rəng nə olacaq, filan nə olacaq, onu istəsəniz göndərərsiniz mənə. Mən onu sizə sertifikatdan əvvəl o posteri hazırlayıb sizə göndərərəm ki, yəni siz onu nə vaxt həyata artıq keçirtmək istəyən zaman siz 2-3 gün əvvəl mənə deyərsiniz, plan o yaradacağınızı göndərərsiniz, mən Canva ilə düzəldib sizə göndərərəm. Çox təşəkkür edirəm halıma. Böyük dəstəkdir mənim üçün. Buyurun, mən təşəkkür edirəm. Əsas odur düşüncənizdə. Mənim bilmədiyim sahədə siz mənə çox kömək oldunuz. Bəli, mən əsl sizə təşəkkür edirəm ki, sizdə bu həvəs var, bu potensial var, bu reallıq var. Əsas odur, realdır sizdə. Yəni, hər şeyi otuzdurmusunuz, sadəcə ilk addımı atmaq məsələsidir. Yəni, mən də siz bayaq dediniz, qohumlardan kömək istəmirəm. Bəli, mən də hər kəs deyir, kursu mənə göndər, paylaşım, mənə dinən ona göndərim, tanışa bir şey göndərim. Bu, elə bil, biraz, necə deyim, əziyyətsiz olur da, elə bil, hazırın şirini olur deyə o artıq belə deyim, necə desəm, yəni başa düşdünüz də, effektiv olur. Başa düşürəm. Bəli, mən elə özüm də fikirdəyəm ki, qohum dost tanışına, misal üçün, o mənə gözümü boyayacaq ki, hər il girəndə, hə, 30 nəfər baxıb, amma 30 nəfər kimdir? Elə mən evdə görənlərdir. Bəli. Ya 30 nəfər mənə izləyir, 30 nəfər mənə dəyərləndirir. Bunlar da elə mən evdə görənlərdir. Mən buna ehtiyacım yoxdur. Bəli, elə. Artıq Azərbaycanda mən tanımayan insanlar tərəfindən tanınmaq. Bəli, elə olsa mən o biznesimi, o sahəmi yaratmayıb belə WhatsApp statusumda paylaşıram. WhatsApp statusumda onsuz da qohum əqraba hər kəs görür. Yəni dost tanış hər kəs görür.
Yəni Bəli, mən çox artıq yayılmaq istəyirəmsə, biraz böyüyüb biznes sahəsi kimi edib hər kəsin maariflənməyini istəyirəmsə, mən dəstəksiz, yəni öz başıma nə qədər gücüm çatan qədər edərəm. Gücüm çatmayanı artıq qohumdan, dostdan, tanışdan bir yardım istəyərəm ki, məsəl üçün bu kursu marka təlimini hər yerdə paylaşdım. Hər o kəsə başqa. dedim, elədim. Bəli. Yəni ki, Bəli. Çox düzdür məlumat. aha, yəni ki, mən bu marka təlimini istədim ki, hər kəsə yayılsın. Onun üçün dəstək istədim. Amma belə Ener Akademini yaratdıqda orada artıq mən heç kimdən kömək istəmədim. Hətta qohumlardan ən yaxın qohumlarım belə dedi ki, dayı mənim dedi ki, bura adamlar əlavə eləyim, mənim dostlarıma göndərim, xətrimi əzizdir, qırmazlar. Dedim, yox. Mən özüm öz əziyyətimdən görüm neçə nəfər seçim eləyir. Bəli, başqa cür olanda elə bir insan biraz öz-özünü aldatmış olur, sonra da uğursuzluq olur. Amma qohum əqrəbası lazımdır. Bəli, hər şeyi insan özü sıfırdan başlamalı. Təbii ki, dəstək almalıdır, amma o dəstəkdə dəstək kimi almalıdır. Yəni ki, mən kənarda durum, başqaları etsin, yox. Mən 90% mən eləyim, 10% kənardan olsun. Yəni o daha effektiv olur. Düzdür. Aha, ondan sonra adı və loqonu təyin etdik. Qısa, sadə, öz. Yəni öz deyəndə həm qısa, sadə mənasında öz, yəni ki, kökü mənasında, həm də ki, sizin özünüzün, mənim olan, yəni mənsubiyyət halında olan bir loqo olmalıdır. Məsəl üçün, burada internetdə Chrome-a yazsam, o qədər məşhur biznes sahələrinin, məşhur platformaların loqoları çıxar ki, mən tamam adımı, kursumu dəyişib, loqomu dəyişib, onu qoyaram. Amma o həm müəllif hüquqlar tərəfindən qorunur. Yəni siz işə başlamadan artıq o sizin hüquq işçiləri tərəfindən məhkəməyə cəlb oluna bilərsiniz. Yəni ona görə oğurluq etmədən, o çakma etmədən belə deyim, onu kopyalamadan Bəli, öz Demişdiniz keçən dəfə kəşfiyyətə düşənləri biz hardansa, kimdəsə xoşumuza gəlib, onu götürüb təkrarlayanda avtomatik olaraq hardasa bir 2-3 dərs səhv etmirəmsə bundan əvvəl idi. Bu Instagramda bilinir. Və onun da müəllifi bizi bəli məhkəməyə verib öz haqqını, hüququnu tələb edə bilər ki, bu işin, tutaq bu əsərin müəllifi mənəm. Tutaq ki, Təxminə xanım deyil. Aha, bəli. Bunun amma iki yöntəmi var. Biri var, akımlar təzə çıxıb, yəni kəşfiyyətə düşən mahnılarla kəşfiyyətə düşən rəqsləri kopyalayırlar və yaxud yazıları, sözləri kopyalayıb yazırlar, özlərininkiləşdirib içinə bir ya öz üz görüntüsü, ya özünün müəllifi olduğu sözlər, yəni 50